Ata Sığorta Açıq Səhmdar Cəmiyyətinin sığorta satışları müvəqqəti olaraq dayandırılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə Mərkəzi Bank tərəfindən Ata Sığorta Açıq Səhmdar Cəmiyyətinin mövcud maliyyə vəziyyəti və şirkətin aktivlərinin qorunması məqsədi ilə icrası məcburi olan göstəriş verilib. Qərar sığorta şirkətinin maliyyə sabitliyi ilə bağlı risklərin artması fonunda qəbul edilib. Verilmiş göstərişə əsasən Ata Sığorta Açıq Səhmdar Cəmiyyətinə yeni öhdəliklərin qəbul edilməsi, öhdəlik yaradan müqavilələrin, o cümlədən yeni sığorta müqavilələrinin bağlanması, həmçinin xərc yaradan əməliyyatların aparılması qadağan olunub. Bununla da şirkətin sığorta satış fəaliyyəti faktiki olaraq dayandırılıb. Azərbaycan Mərkəzi Bankı bildirir ki, bu addımın əsas məqsədi sığortaçının maliyyə vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq, mövcud aktivlərin qorunmasını təmin etmək və sığortalıların maraqlarını müdafiə etməkdir. Şirkətin fəaliyyəti Mərkəzi Bankın nəzarəti altında saxlanılır və vəziyyətin inkişafından asılı olaraq əlavə qərarların qəbul ediləcəyi istisna edilmir. Qeyd olunur ki, qəbul edilən məhdudiyyətlər Ata Sığorta Açıq Səhmdar Cəmiyyətinin daha əvvəl bağladığı sığorta müqavilələrinin avtomatik ləğvi anlamına gəlmir. Mövcud öhdəliklər qüvvədə qalır və onların icrası qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirilməlidir. Mərkəzi Bank tərəfindən sığorta bazarında maliyyə sabitliyinin təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin davam etdirildiyi vurğulanıb.